11 aprel 2025-ci il tarixində Şəmkir rayonunda Şəmkir ərizə, müraciət və şikayətlərinə baxdı. Biz də Milli TV olaraq görüşə gələn bölgə əhalisinə yaxınlaşaraq onların müraciət və şikayətlərinin nədən ibarət olmağını öyrəndik. Hörmətli izləyicilər, biz bugün Şəmkir rayonundayıq. Bura gəlişimizin məqsədi bizi bura dəvət edən arxamızda gördüyünüz vətəndaşlardır. Vətəndaşlar artıq 3 aydan çoxdur ki, burada vətəndaşlarla qəbula gələcək Zavur Mikayılovu gözləyirlər. Fevral ayının 21-nə təyin olunmuş qəbul təxirə salındı. Mart ayının 14-nə təyin olunmuş qəbul təxirə salındı. Bugün isə ayın 11-i aprel tarixidir. Vətəndaşlar yenidən həmin o qəbul müəyyənləşib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zavur Mikayılovun vətəndaşların qəbuluna gəlir və burada da vətəndaşlar yığılıblar. Belə ki, artıq neçə müddətdir ki, bu vətəndaşlar şikayətçidirlər. Yəni, suvarma sistemləri, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəhbərliyindən başda Kənan Bayramov və orada ali müəllimlər şikayətçidirlər. Etdikləri şikayətlərin də hər hansı bir yerə çatmadığını onlar dilə gətirirlər. İndi biz onlara yaxınlaşacağıq, onların daha ətraflı dillərindən öyrənəcəyik ki, Şəmkir Suvarma Sistemləri İdarəsində nə baş verir ki, vətəndaşlar bugün bu qəbula gəliblər. Şəmkir rayonunun Qapanlı kənd sakini Süleymanov Zakir Musoğlu, Yeni Azərbaycan Partiyasının üzvü, 1945-ci il təvəllüddür, 80 yaşlı pensioner. Bizim buraya gəlməkdən məqsədimiz odur ki, bax bu gördüyümüz su idarəsi var. 2023-cü ilə qədər əhaliyə suyun 1000 kub metri satılıbdır 50 qəpiyə bu su idarəsi. 25 qəpik də yerlərdə su birlikləri üstə qoyub xidmət pulu olub 75 qəpik. Suyun 1000 kubu. 1 hektar yerində su sərfiyyatı 1000 kubdur. Lap biraz da artıq olar 2000 kub olsun. Amma bu 2023-cü ildən bəri, bax burada bundan qabaq etibar idi. İndi də bu Alim Abbasovdur, səhv eləmirəmsə də bir də bir Kənan var deyirlər. Bunlar nə konstitusiya tanıyır, nə qanun tanıyır, nə meliorasiya və irriqasiya haqqında qanuna əməl eləyir. Bunlar öz başına suyun pulunu qaldırıb eləyib 3 manat 57 qəpik. Bəyək bir artizan bir ayda 5-50 manat pul yazırdısa, indi 250-300 manat pul yazırlar. Verməyən kimi də montiyoru göndərir ki, ged artizanları sökgünən, gedib artizanları sökürlər, cəmaat susuz qalıb qırılır üstündən. Məcbur olur ki, bizdə Qapanlıda 3 artizanı sökmüşdülər, cəmaat üstündən qırılırdı. Cəmaat düşdü qapı 784 manat pulu axşama kimi yığandan sonra Alim Abbasov icazə verdi. Getdilər, təzdən artizanı bərpa elədilər. Cəmaat bax bu gündədir. 1 hektar yerə 15 manat çek mənim cibimdədir. İstəyirsiniz görkəzim. Mənim, ha? Əgər varsa göstər. Ha, var görkəzim bu dəqiqə. Var, bu bildirişdir. Onun verdiyi bildirişdir. 3 hektar yerim var. 3 hektar yerə 45 manat baxın. 44 manat 99 qəpik. 45 manat su pulu yazdırmana 3 hektara 1 hektar yerə 5000 kub su yazır. 3 hektara 15000 kub su yazıbdır. 5000 kub suyu bir yerə bırakmaq üçün 1 hektara gərək orada balıq yetişdirəsəm. Qarmaq götürəsəm, balıq yetişir. 5000 kub su yazır. 15 manat pul yazır 1 hektara. Hələ bu 30 ildə belə şey olmuyor. Bura elə bir bunların xüsusi idarə və onun bu şöbələri hələ aksiyona çıxardıb özəlləşməyib. Devlət mülkiyyətindədir. Amma bunu burada Alim Abbasovla Kənan özəlləşdiribdir. Şəmkirdən gələn maşın kanalından gələn su, maşın kanalından gedən su, 900 artizan istədiyi qiyməti qoyurlar berinə. Sorsan yoxdur ki, sən bunu niyə qaldırırsan bu qiymətə? Nə əsasa qaldırırsan? Və prezident deyir ki, cəmaatı yoxsulluqdan qutaraq, iqtidardan qutaraq. Bunlar da cəmaatı bugünə qoyub. Cəmaat
o vəziyyətdədir ki, bir mişoy xiyarı, bir mişoy 10 kiloluq xiyarı 50 qəpiyə satırlar, 5 qəpiyə. Heç buranın su pullu demir. Bak bu kadar yazırsan, ərzə yazmışıq. Yalandan meliorasiya və irrigasiya haqqında qanun var. Mən bu qanunu görkəzdim sizə. Baba buradadır. Buyurun. Meliorasiya və irrigasiya haqqında qanun. Burada yazır ki, yalnız sudan istifadə eləyənlər özləri yığıncaq keçirib birlik yaratmalıdır. Bu birlikdə sədr seçilməlidir. Bu birlikdə icraçı direktor, bir dənə mirab, təftiş komissiyonu, Ərdəş şəhər komissiyonu. Təftiş komissiyonu 6 aydan bir yoxlamalıdır birliyin. Pullar haraya xaçlayıb, nə qədər qalıb. İndi baxın, bütün Şəmkir üzrə birliklər ləğv olub. Niyə ləğv olunub? Kim ləğv eləyib? Bircə dəqiqə, Şəmkirdə bir dənə birlik yoxdur. Təkcə Səməd Vurğun, Qapanlı, Qaracəmiri, Kamuna Alabaşdı. 5 kəndə güya birlik yaradıblar, güya. Kimi yaradıblar? Birliyin sədri o adam olmalıdır ki, o kəndin sakini olsun, sudan istifadə eləyənlərin üzvü olsun. Oraya bir Adil adlı adam qoyublar. Ay qardaş, Adil adlı adamı hələ mən görməmişəm. Mən 4 dəfə bələdiyyə üzvü seçilsə... Təyin eləyiblər, yoxsa qoymayıblar? Yox, təyin eləyiblər, qoymayıblar. Kim təyin eləyib? Bircə dəqiqə. Mən kəndin icra nümayəndəsi, Qapanın, bir də Qaracəmin icra nümayəndəsindən eşitmişəm. Dedi bizə zəng eləyib, gəl Alabaşdıya, getmədi 2 nəfər. Alabaşdıdan gedib boş qayıdıb. Orada götürüb qərar yazıblar. Güya ki, iclas keçirildi, birlik yaradıldı. Bir soruşan yox ki, bu Adil Gəncədə yaşayır. Nə Alabaşdının üzvüdür, Alabaşdının sakindir, nə Qaracəmrin, nə Qapanlının, nə də Kamunanın üzvüdür. Oturup burada sahə rəisidir, sahə rəisidir. Sahə rəisi birliyin sədr qoyubdur, su birliyinin güya. Pulu da nə tər yığırlar. Kətdə bir dənə miraf var, suyu verən. Maşın kanaldan gələn suyu açıb bırakırlar. Deyir, bu günləri geçsən sula, qutaranda da filan kəsə deyərsən, vəssalam. O da kağıza yazır filan kəs 3 hektar. Mesela mənim adıma yazıb ki, yeri sulayıbsan 3 hektar. Gəlir buraya. Artizanları da, kətdə bunların mantyorları var. Ayda bir dəfə uçoçikdən şəklini çəkir, göndərirlər telefonla. Onu burada vururlar zada. Sistemə vururlar burada sistemə. Pulu bildirişi göndərirlər. Sahə rəisi gətirir, bildirişi pahalayır. Hünərin də pulu vermə. Verməyən kimi sökürlər, cəmaat qalır üstüz. Bunu nə qədər yazasan? Ərizə yazmışıq, ərizə. Mahmudlu'la Qapanlı kəndinin 49 nəfər sakini ərizə yazıb. Prezident, vitse-prezident, baş nazir, parlament, baş prokuror. Demək göndəriblər meliorasiya və su təsərrüfatı agentliyinə. Orada mavin var, Rafiq adı. Bax, şəxsən bana məktub gəlib 2 dəfə. Yazır ki, vətəndaşlar, sizin ərzənizi göndərdik su idarasına. Demək, fikir ver. Cəmaatın qanunsuz pul yığana göndərir ki, bu ərzəni araşdır. Bunlar da götürüb bir saxta arayış verir ki, buradan. Güya ki, icra nümayəndələrindən iştirakıyla birləşdirmiş o birliyi. İcra nümayəndəsi iştirak edibdir orada. Bir dənə üzvü var orada. Bak bunu biz ona göre biz yazmışıq, gene yazırıq. Gene bak bir neçə gün bundan əvvəl bizim tələbimiz odur ki, ay hörmətli yoldaşlar, Azərbaycanda korrupsiyanı araştıran yeganə orqan Milli Təhlükəsizlik Nazirliyi ilə baş prokurorluğun yanındakı korrupsiya idarəsi. Və biz də tələb edirik ki, ərzəni onlar yoxlasın. Yaqın ki, geç-tez yoxlayacaqlar. Bunu Milli Təhlükəsizlik Nazirliyindən baş prokurorun korrupsiya idarəsi yoxlasa, onda görəcəksiniz nələr çıxacaq burada. Əmbə indi bu millət yazıq olubdur, bədbax olubdur bu millət. Prezidentdən xahiş edirəm, vitse-prezidentdən xahiş edirəm, baş nazirdən, milli məclisdən xahiş edirəm. Bizim yazdığımız ərizələri Milli Təhlükəsizlik Naziri yoxlasın. Baş prokurorun korrupsiya idarəsi yoxlasın. Mən Məmmədov Allahverdi Yaquboğlu Şəmkir rayon Qapanlı kənd sakini 1963-cü il 22 iyul Qapanlı kəndindən anadan olmuşam, amma hal-hazırda orada yaşayıram. Bizim şikayətimiz nədən ibarətdir? Suvarma sistemləri idarəsindən şikayətimiz var. Dəfələrlə Kimdən konkret? Konkret idarənin rəhbərindən, onun müavinlərindən, onun işçilərinin hamısından. Şikayətiniz nədən ibarətdir? Şikayətimiz suyun pulundan ibarətdir.
və subartizan quyularına verilən ehtiyat hissələrinin verilməməsindən ibarətdir. 2024-cü il fevral ayında bizim sahəmizdə, aramızda olan 04-266 nömrəli subartizan quyusunun kabelini kəsib aparmışdılar. Biz yazılı şəkildə müraciət elədik bura. Kim aparmışdı? Kimsə oğurlayıb aparmışdı. Biz oğurlamasıyla bağlı bura müraciət elədik. Bizə bildirdilər ki, kabel yoxdur, devlət kabel verməyib. Ertəsi gün bunların işçisi var, Elşan adında, Düyərli kəndində yaşayır. Başqa adamın telefonunla ona zəng eləmişik. Bəli, kabel var, metrası 7 manatdır. Siz neçə metr alırsınız? 30 metr. 6 manatdan verərik. Mən adam göndərmişəm. 6 manatdan 180 manat verib ondan 30 metr kabel alıb gətirir. Devlətin verdiyi avadanlığı, zapçasları, bütün Arç Subartizan quyusuna aid olan avadanlığın hamısını qayıdıb bizə qara bazar qiymətinə satırlar. Və yaxud da deyirlər ki, burada yoxdur. Gedin Gəncədə qara bazarda var, qara bazardan alın. Düyərli kəndində bunlar özləri bir mağaza açıblar. Devlətin verdiyi bütün nasosdur, kabeldir, ehtiyat hissələri hamısı orada satılır vətəndaşlara. Harda? Düyərli kəndində bax bu. Yəni dövlətdən aldıqları mal materialı orada materialların hamısı orada qara bazar qiymətinə vətəndaşlara satılır. Adını da qoyurlar ki, Elşanın bir dostu var. Elşanın bir dostu var, o açıbdı mağazını. Elşan kimdir? Artisan İdarəsinin qlavun injineridir. Deməli, Artizan İdarəsinin baş mühəndisinin... Baş mühəndisinin güya dostu, yaxın dostu güya orada mağaza açıbdır. Bura verilən ehtiyat hissələri orada satılır. O hardansa gətirir, orada satdırır. Bizdə yoxdur, siz gedin oradan alın. Gedin oradan. Bazar yaradıblar özləri. Özləri üçün bazar yaradıblar. Suyun qiymətini elblər 3 manat 57 qəpik 1000 kub su, 1 hektar yeri suvarmaq üçün. Bunların, mən üzr istəyirəm, mən o qədər də savadım yoxdur. Bunlar özləri sırf savadsızdır. Niyə görə? 1000 kub su 1 hektar yeri suvarmaq üçündür. Bunlar tonla danışır. Bunlar hələ tonla kubu bilmirlər ki, ton nədir, kub nədir. 1 hektar yeri suvarmaq üçün də bunlar qanun çıxardıb ki, 1600 kub su gedir. 1600 kubluk. Bəli, biz razıyıq. 357 qiymət demisən, 1600 kub su demisən, mən 3 hektar yeri suvarmışam, mənə 45 manat kvitansiya göndərib. Əgər sənin hesabınla 1600 kub su 1 hektar yeri suvarırsa, sən hansı əsasnama 5000 kub suyun pulunu göndərirsən? Hansı əsası qanunu əlində rəhbər tutursan sən? Mən gəlmişəm burada deyirəm, qardaşım, mən sənin qiymətinlə razı. Qoy mənim yerimə geçsin 2000 kub su. Düz? Sən 1600 demirsən, mən 2000-lə razılaşıram. 7 manat 14 qəpik eləyir. Mən də başım işdir, mən də vurma cədvəlini bilirəm. Sən hansı qanunu əlində rəhbər tutur, mənə 15 manatlıq finansiya göndərirsən. Onda bunlar cavab verə bilmirlər, qalırlar belə, amma yenə öz bildiklərindən gedirlər. Öz bildiklərindən gedirlər və bax, bu ölkənin konstitusiyasıdır, hamımızın hörmətimiz var, cənab prezidentə də, ölkənin qanununa da, bütün rəhbərlərə də hamımızın hörmətimiz var. Prezident dəfələrlə, televizyonla, mətbuatla xalqa xidmət edir ki, kənd təsərrüfatını inkişaf elətdirmək lazımdır. Qeyri-neft sektorunu inkişaf elətdirmək lazımdır ki, bir vaxt gələcək, neft tükənəcək, qaz tükənəcək, amma bu hali yaşamalıdır. Əhalinin rifahı yaxşılanmalıdır. Bunlar da bu əhalinin rifahının yaxşılanmağını görünür ki, istəmirlər. Ona görə öz şəxsi maraqlarını güdürlər. Bax, buradan görürsünüz, qeyri rayonlardan da gələn, Ağdamdan, Gədəbəydən, başqa rayonlardan gələn qardaşlarımız var bura. Deməli, ehtiyac məcbur elib ki, bunlar gəliblər bura. Əgər bunların öz yaşadığı rayonda öz məsələləri, problemləri həll olunsaydı, o uzaq məsafəni bura qət elib gəlməzdilər. Demək olar ki, Şəmkirdə bugün Zavur Mikayılovun qəbuluna ətraf rayonlardan da gələnlər var. Hal-hazırda Tərtər rayonundan gələn bir şikayətçi var. Görək onun şikayəti nədən ibarətdir? Hər kəs salamlayıram. Sözünüzü təqdim edin. Tərtər rayonundan gəlmişəm. Adım Arif Paşayevdir. Mən sosial şəbəkələrdə 6 aydır paylaşımlar edirəm. Hal-hazırda gördüyünüz kimi bu diskdə bir də flash kartdadır. Tərtər rayon Su Ehtiyatlar Agentliyi Murad Zeynalovun rüşvət və korrupsiya hallarını rəsmi formada video çəkilir. Tərtər rayonundan, bəli. Mən dəfələrlə hal-hazırda da Tərtər rayon məhkəməsinə də şikayət eləmişik. İşə də baxırlar. Yəni mən buradan yuxarıda oturan baş prokurorluqdan xahiş edirəm, Dövlət Təhlükəsizlik Xidmətindən xahiş edirəm
edirəm. Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, Tərtər rayon Su Ehtiyatlar Agentliyi Murad Zeynaloğlu'na bağlı bir ölçü götürsünlər. Artıq yəni bu əlimizdə tutarlı faktlar var. Bəli, bu faktları da sosial şəbəkədə paylaşmışam. Yəni hər kəsdə sosial şəbəkəni İctimailəşdirmişsiniz. Bəli, bütün sosial şəbəkədə YouTube-da var, TikTok-da var və başqa sosial platformalarda var. Və cavabı nə olub sizə bu vaxt? Hal-hazırda susqunluq gedir. Hal-hazırda 6 aya yaxın Yazılı müraciətlər. yazılı müraciət xeyr etməmişəm. İndi hal-hazırda gəlmişəm Zahir müəllimlə görüşəm ki, yəni inanıram ki, bəlkə də Zahir müəllimin xəbəri yoxdur. Yəni bu diskə baxsın, özü təyin etdiyi Murad Zeynaloğlu'na bağlı bir ölçü götürsün. Yəni ölkədə, yəni ölkə başçısı İlham Əliyevin də göstərişi var ki, bütün çıxışlarındakı rüşvət və korrupsiya halları ifşa edildikdə həmin şəxs cəzalansın. Yəni mən Burada da siz ifşa eləmişsiniz. Bəli, hamısında mən ifşa eləmişəm. Yəni xahiş edirəm ki, hər kəsdən ki, özünüz də, yəni yuxarıda oturanlar da araşdırsın. İndi Zahir müəllim yəqin ki, özü indi araşdıracaq. Yəni buna göz yummaq mümkün deyil. Yəni görüb göz fakt. Bəli, göz yummaq, yəni bir cinayətkarın cinayətini örtbasdır eləmək deməkdir. Bu qədər. Oldu, çox sağ olun. Sağ olun. Mən Şəmkir rayon Dələdəşbaş kənd sakini Cəfərov Musaməddin Həsənoğlu. Mən bu yayı 3 hektar yarım qardalı əymişəm, 2 dəfə sulamışam. Gün yarım bir veriblər, artizan yarımı suyu, harca bir 30 litr, 32 litr su. Sonra da dalıçı növbəti dəfə bir də veriblər. Kənan Bayramov rüşvət almaqdan ötə 2 dəfə qabaqki sularına pul alıb, sonra ikinci dəfə verməmişim, çek veriblər, çeki də azıcıqdan, mənə bütünə bax, burada yazılıbdır. Çekdə yazılıb, Qəbzlərdir. bəli. 2 ilə bir üstə çələndə 3 hektar qardalı bir dəfə sulanmaqdan, hektar yarım verilib bu kağız mənə qəbzlər. Bunu veribdir ki, pul vermədiyimə görə ikinci dəfə. Nə qədər pul istəyirdik? Bir dəfə qabası vermişəm 60 manat, sonra verməmişəm. Yəni bu suyun pulu idi, yoxsa əlavə? Adden əlavə. Yəni rüşvət istəyirdik. Rüşvət vermişəm, dəfələr də vermişəm, 21 vermişəm, 51 vermişəm. Bunu kimə verirdin rüşvət? Kənan Bayramova. Şəxsən özünə? Bəli, özünə dəfələr. Yəni özü çağırıb alırdı sizdən. Kəndə gələndə, görüşəndə verirdim. Kəndə gəlirdi, orada görüşəndə sizdən pul alırdı. Bəli. İndi də pul vermədimdən acıqdan həmən qardalıya verməli idim mən 32 manat pul ödəməli idim. Acığa pul vermədiyimə görə 119 manat 92 qəpik bu çekin biri buradadır. Ona yazıb. Bax həmən Bunları ödəməlisən. Verməsən bəlkə dəfə artıq yazır. Sonra 6 hektar yoncamı sulamışam. Onu da öz qiymətini şikayətçi olmuşamdan onu qorxub az yazıbdılar. Hektarına 10 manat. Ona görə əkin əkməliyəm, imkan yoxdur. Bunların quldurların əlindən qorxub əkmirik. Əkə bilmirik. Bəli, pulu çox istəyirlər. Nə qədər istəyirlər? Artizana bir ayına 300 manat, 350 manat hər bir artizana aylıq pul istəyirlər. Bunu da sulaya bilmirik. Maşın kanaldan da hektarına 40 manat, 50 manat hər hektarına. Bizə verməliyik 12 manat, 11 manat, 9 manat. Yəni o qanuni siz o qədər verməlisiniz, amma sizdən artıq 40 manat, bəli. Kimini 2 dəfə çek verdilər cəmaata, indi bax bir 10 gün bundan qabaq əldən yığırlar pulu. Çeris rüşvət. çek vermir. İndi çek vermirlər. Bax bir də kəndin 80%-ni əldən yığır. Gedib bir dəqiqə qapıları açıb, has qapıları əldən verib keçirənlər olub qabaqca. Mən bir dəqiqə fakt əldən keçir. Bax bu 10 gün bundan qabaq. Vaxt alırlar da sizdə, amma heç bir də qəbz vermir. Vermir. Çox kimisinə qorxan adamlardan verirlər, çəkən olmayan adamı əldən yığırlar. Bunun xahişini gəlmişəm, nazirdən xahiş eləyəm. Görəm imkandırsa, yəni bu da mənim bir qızımdır. Hələ yəni subaydır, bir ailə qurmayıb, deyəm ki, ailə qurub, yox. Bu mənim yanımda olarlar, yəni mən də təzə qutarıb institutda bir... İnşallah ki, Ağsaqqal yaxınlaşın, qəbula yazılmışsınız da. Qəbula yazılmışam, inşallah. Oldu. Sadiqov Arif Kamranoğlu. Dəlləzər kəndində fermer təsərrüfatının başçısıyam. Həqiqətən ki, onlar bir 2 il davam edir bu cahamatın bura əhalinin yığılmağı. 30 ildir bu əhali işləyir, hələ bir də şikayət yoxdur. 2 ildir bunlara verilib, səlahiyyət verilib ki, Artisan müdüründən, nədir bu, suvarma Artisanın... Suvarma sistemləri idi. İdarəsinin 2 ildə bütün millətin hamısını dizini yerə gətiriblər. Biri deyir, mən bərpa eləyirəm Artisanı,
Mənim şəxsən 2 dənə motor almışam. 2 dənə şəxsən motor almışam 2 ildə. Hələm də onların xəbəri yoxdur. Birinə 2700 manat vermişəm. Artizanları istifadə eləmək üçün. Mən özüm, bəli, artisanları özüm bərpa edirəm, cibimdən bərpa eləmişəm. Özdə üzvlərimiz də var, işçilərimiz də var. 35-40 hektarda torpaq bu da qara boşçaladır. Dayandırmışıq artisanı, pul şikayəti var. Pul yazılır, cərimə yazılır. Hərəsinə 1600-1700 manat. Yəni artizanlara yazılır. Yazılıblar. Yəni biz onun su qublarının 1000 kubu 50 qəpik olanı 3 manat 75 qəpikdən aformu tevlər. 3 manat 75 qəpikdən aformu tevlər. 357. Artizanı siz özünüz alırsınız. Artizanı hər şeyi özünüz müəyyənləşdirirsiniz. Bəs onu niyə bir şey eləmir, köməklik göstərmir? Birlikdə indi kim bilmir. Nədir 25 il bundan qabaq heç belə bir hadisə yox idi. İndi təzə müdürlər qoyublar. Bunlar eləyir hamısını. Qabaqsa Hər günə nə qədər pul ödəyirsən? Hər ay. hər aya 350 baht 400 manat ödəyir. Hə. Ən əsil minimumu ödəyirik onu. Bəlkə də biz 300 manat ödəyirik, veririk, gəlib alırlar, çeki də vururlar, hə, verdik. Amma yalan söhbətdir. Özlərinin mənəfiyini güdürlər, çiftlərin mənəfiyini güdürlər. Burada bir Kənan Bayramov əmələ gəlib, öz işçilərdir. Hə, biz bunu belə eləmişik. Bizim şikayətimiz odur ki, Kənan Bayramov kimdir ki, devlətin qoyduğu qanunu bunlar pozurlar. Devlətin qoyduğu qanunu bunlar pozurlar. Pozmurlarsa da bu da bütün işçilərin hamısını gətirə bilərik. Fermer təsərrüfatının üzvlərini gətirə bilərəm, hamısını danışdıra bilərəm. Qeyri-qanundur bunların işlərinin hamısı, qeyri-qanun. VC Müsüroğlu, Şəmkir rayonu Sarıtəpə kənd sakini, sahibkar kimi qeydiyyata alınmışıq. Kənd təsərrüfat idarəsində qeydiyyatdayıq. Hər 2 dənə artisanla pay torpaqlarımızı suvara bilirik. Belədir ki, vəziyyət keçənlər şəxsən bütün malı satmışam. Yəni 5-6 malımız var idi. Satıb motor yığdırmışam. Artisan dərəsinin içisi gəlib evə girib, evdə olmamışam. Üzr istəyirəm, qaynəmin üstünü kəsib, döşəyi zad axtarır ki, sən pensiyanı təzə alıbsan, pulu verginən, artisanı gedək, remont elədək. Bizə necə yəni ki? Var, bax, bu da buradadır, istəyirsiniz də göstərə də bilərəm. Bax, hala göstərim, baxın. Buyurun, baxın. Yox, bunların ödürlərdir. Yəni bu artizan idarəsinin işçisidir. Bəli, Adı nədir bu artizan idarəsinin işçisinin? Kirətdir, ad familiyasını bilmirəm. Bu evimizə niyə girib? Baxın, bax, otan orada, bax, zorla girib, yoldaşım evdən çıxarda bilmir. Pul deyin, öldürür özünü. Ki, pul verməlisən. Ya bu əlində nə sanksiya var, Bilmirəm, heç də yox, baxın, bax, bu tane subut üçün göstərir. Prokuror. Ha, bu gəlib ki, mənə pul verməlisən. Mütləq şəkildə pul verməlisən, artisanı Yəni qadın da düzəltməli. xəstədir, görünür, pastelində İkinci bir yatır. tərəfdən kənd artisanında da krantın bir sasoku 1000 manata satılır. 15.000 manat, bax onun da videosu var. Yəni su içməli suyun bir sasoku Bəli, 1000 bizim manata krant satılır. yoxdur. 1000 manat istəyirlər ki, ver. Kim istəyir? Buranın işçiləri. Bax, Konkret olaraq kim istəyir? Vallahi tanımıram. Mən ala bax burdadır. Bax vətəndaşlar, bax Araz müəllimə şəxsən dəfələrlə müraciət eləmişəm. Video bax burdadır. Baxın. Cəmaət deyir ki, buranın işçisi mən bilmirəm. Tanımıram bax burada. Vəzifəsi nədir? Araz Sibin sədridir. Hə, Sib sədri kimi. 1000 manat hər necə deyirlər, su başlığı üçün 1000 manat pul istəyir. Hə, istəyir yox, alıb da, verib də. Bir dənə mən qalmışam. O da malı qonşat varsana vermişəm. Da yoxumdur. Bir dənə qoca arvadın pensiyasında qalmışıq. Bax 15.000 manatı qulaq asın. Açıq-aşkar deyir ki, sən 15.000 vermişik. Biz 1000 manatdan yığmalıyıq. Cəmaət deyir, tabaq kütlə yığılıb. Yəni biz vallahi acından sulan qırılırıq. Əkindir, boş qalıb. Hörmətli prezidentimiz deyir ki, kənd təsərrüfatı inkişaf eləsin. Güzəşt var, əhali incitməyin. Nə bilim, rəhbər işçilər əhali ilə dil tapıb rahat danışmalıdır. Qanunumuz var, qaydamız var. Özüm də Qarabağ döyüşlərində olmuşam. 15 gün mühasirədə qalmışam. Yəni sənədlərin tələsi olduğuna görə gətirə bilmədim. Bir xahişim o ki, qardaş, bunu aydınlaşdırın. Vallahi biz batırıq. Sönüm Məmməd Allahverdoğlu, Dəllərcəhər kəndində yaşayıram. Açıq ürəklə deyirəm, belə məsuliyyət hissi ilə deyirəm. Bu idarədə olan, saxtakarlıq bu idarədə olan korrupsiya cinayəti, qanun pozğunluqları. Yəni Şəmkir suvarma sistemləri idarə. Bəli, Şəmkir suvarma sistemləri darıqdır. Ən ağır korrupsiya cinayəti var burada, saxtakarlıq var burada. Şəmkir suvarma idarəsində böyük bir cinayət şəbəkəsi yaradılıb burada. Hazırda da yoxlama gedir idarədə. Cinayət şəbəkəsi yaradıb. Bu cinayət nədən ibarətdir? Mən bunu rəsmi surətdə rayonun baş icra başçısı
Halbuki prezidentin yerdəki səlahiyyətli nümayəndəsi, rayonun iqtisadiyyatına cavabdeh adam kimi, rayonun iqtisadiyyatına, kənd təsərrüfatının inkişafına cavabdeh adam kimi buna müraciət qəbul elədim. İcra hakimiyyətinin başçısı. İcra hakimiyyətinin başçısı. Müraciətdə nə əks olunur? Müraciətdə yazdım ki, cənab başçı, Şəmki Suvarma Sistemləri İdarəsində suyun qiyməti qaldırılmayıb. Suyun qiymətinə Tarif Şurasının qərar var. Nə Nazirət Sovetinin qərar var. Ancaq tərtib olmuş saxta smet əsasında, qiyməti qaldırılır. İkinci, bunu araşdırın, tədbir görülməsi sizdən xahiş edirəm. İkinci, ən böyük cinayət, burada ən böyük cinayət, korrupsiya cinayəti, şəbəkə cinayəti. Artizanlar devlətindir, dövlətə məxsusdur. Ancaq xidmət üçün, vətəndaşlara xidmət edir bunlar. Dedim, bu artizanlar dövlətindir. Dövlət onun mal, material, bütün mal, material, dövlət artizanların mal, material hamısını verir. Necə ki, bunlar nizamnaməsində qəbul edir ki, onu saz saxlamalıyıq. Bunlar özdən nizamnamələr var. Ana, buna baxmayaraq, cənab başçı, mal, material başqa yerdə satılır. Gəncədə dükkanları var. Çünki burada, bu idarədə qanun yox, şəxsi maraqlar xidmət edir. Ən böyük ədalətsizlikdə, qardaş oğlu, ən böyük ədalətsizlik qanun adı altında, qanun pozğuntuları. Qanunsuzluq fəaliyyəti ilə başlayır. Bəli. Bunların şöbə müdürü var burada, sahə rəisləri. Sahə rəisi zat verir, nərət verir ki, orada bir oturub. Misal üçün, mənim açanım, xarab olub. Tücc onu sökürlər, gətirirlər. Sonra gedirsən orada Məhəmməd var, Məhəmməd, o təmir eləyən, bunların işçiləri. Məhəmməd deyir, material yoxdur. Zat verir, get Gəncədən filan mağazada al, motor al. Ya filan naqilər, filan mal material alıb gəltirirsən, düzəldir şəxsi hesabına. Düzəldəndən sonra bu nəriyyat verir genə bir. Gedin o filan quyunun gətirin bərpeni. Orada yazırlar hamısı hesablanır saxtakarlıqda. Onu da araşdırmışam. Böyük bir cinayət şəbəkəsi var qardaşım. Böyük bir cinayət. İnşallah ki... Mən xahiş eləyərdim. Mənim fikrimi, mən birbaşa telefonla da, mən heç ki mənim qavamda duran deyil, dura da bilməz. Burada bu cinayətin başında duran Rafiq Aslanovdur. Bu cinayətin başında duran Rafiq Aslanov. O kimdir? Bu Suvarma Sistemləri İdarəsinin nadirin mavinidir. Rafiq Aslanov. Yəni su meliorasiya xidmətləri Bəli, bütün bu cinayətin başında duran odur. Mən Həsənov Kərim Xanoğlan oğlu, Şəmkir rayonunun Dələcək kəndində olduq. Bu artizanla bağlı taxıl əkirik, mal heyvan saxlayırıq. Bunda imkan vermirlər. Suyun qiymətini qaldırırlar. Qaldırmaqdan əlavə də qırılır, cebimizin puluna düzəldirik. Birinci başda Kənan müəllim. Kənan müəllim nə deyir sizə ki, belə imkan verir? Gedin hara şikayət edirsiniz, suyun qiyməti budur. Yalandan yazırlar, deyir, arx işləməyə. Arxı da özümüz işləyirik. Artizan qırılır, cebimizin puluna düzəldirik. O yazıbdır, 3 aya 596 manat pul yazıbdır. Çekində verir ki, pulu aparını ödəmədiyiniz halda gəlib kəsicik. Deyir, şikayətçi deyir, get harada istəyirsən, şikayətinizi eləyin. Qiyməti budur. İmkan vermir bizi, bax belə əhmə deyir, nə deyir, əhmir. Suya eləyəmişsiniz, əhmir. İmkan vermir. Suyu deyirik, gəl ölç, bir sütqə sulanmalıdır hektarı. 2 sütqə, 3 sütqə, 4 sütqə sulanır hektarı. Onda pul yazırlar əlavə. 1000 kubla hesablayır. Halbuki o, nə bilim, 500-600 kubla verməyə. Sulayanmırıq. Bununla bağlı şikayətimiz. Sadıqov Qoşunalı Mahmudoğlu, Şəmkir rayon Dələcək kəndim. Şikayətimiz nədir? Artizanla bağlı. Artizanın xarab olur. Bizdən nasos çıxartmağa krana pul yığırlar.
cəmaatdan yığırlar, ha, idarənin ona qarşı zay yoxdur. İdarə hansı ki o pulu devlət olaraq ödəyir. Sonra Arçan motor yerinə salmağa pul veririk. Sonra onun pulunu, motorun pulunu özümüz cibimizdən qoyub, özümüz deyirik bizə bildiriş verin. Biz suya nə qədər pul ödəməliyik? Onu bizə vermirlər. Deyirlər ki, o Arçana baxanda monteur gəlib açıb bağlamır. Bəs kim bağlayır açıb? Sadə vətəndaş bax bu Kərimdən xahiş edirik, açıb bağlayır. Suyu. Artizanı. Artizanı açıb bağlayır. Arxı işləməyi özü işləyir. Ondan sonra siz canım 3 model 7 qəpik deyirlər, 5 manatdan pul yığırlar. Hansı ki başqa rayonlarda elə deyil, bizim Şəmkir rayonunda elədir. Onun səbəbinə görə şikayətə gəlmişdi, o da vəsiqəm olmadığına görə qəbula yazılmadılar. Siz də şikayətçisiniz. Hə, bəli, mən də yazılmısınız? Mən də yazılmışam. Sadıqov Eldəniz İbrahim. Qəbula yazılmısınız? Bəli, yazılmışam. Dəllərcəhər kəndinin, Şəmkir Dəllərcəhər kəndində Arçan idarəsinin şeyinə görə şikayətə gəlmişik. Bu Arçan qırıq sökük şeyinin hamısını yalandan deyirlər özümüz düzəldirik. Hamısını puluna, krana çarpmağına pul veririk. Nə bilim, qırığına pul yığırıq, montora pul yığırıq. Hamısına pul yığıb özümüz, öz cimi, şəxsi cimimizdən. Mənim özüm orada da yerim yoxdur. Arendaya götürmüşəm. 71 hektar yerdə arpa səpmişəm. Hər sulayanda mən 40 manat ödəməliyəm buna. İndi gəlin hesablayaq, belə biçək görək. O 1 hektardan ton yarım arpa biçirəm mən. Ton yarım arpa hər sulayanda 40 manat ödəyirəm. Hamısını bu Arçanın arasında suyu qeyri-mümkün sulamaq. Qabaqca 63-dən indi hesablayırlar, 63-dən yoxdur. İndi 1 hektarı mən 3 günə, 4 günə sulayım. Artizan quyusunda o motorun gücü nə qədərdir? Motorun gücü yoxdur. Ölü artizanlar. 63'lü artizandır. Neçəyindən aformit edeyim? 63'dən hesablayıblar eləcə də vurur. 30'dan vurmur heç. Elə vurur. Olmuşdu mu? İndi hal-hazırda 120 min. Yox, bəli, elə hesablanacaq yoxdur qədər. Müəllim, yox. 120 min hesablanır amma Hesablanacaq o qədər yoxdur. Bir su partizan quyusunun, nasosunun verdiyi su 25 litrdir. Əgər 160'lıq olsa nasos 28 litr su verə bilər. Bu devlətin qanunçuluğuna bunlar 25 litr su verən artizana yazırlar 40 litr su, 50 litr su. Vətəndaşın bax kürəyinə qaradaşı onunla bağlayırlar. bunu Şəmkir Suvarma Su Sistemləri İdarəsinin işçiləri. Elektrik hansı ki su partizan quyusundan maaş alan elektrik Hüseynov, Mətləb, Bayramoğlu gedib qarpız satır. Bazarlarda qarpız satır. İşıq yanır, keçir, biz zəng edirik ki, ya artizanı vurub biz sahəmizi sulayaq deyir, mən qarpız satıram. Gözdə qarpız satıb qutarında gələcəm. Hansı ki buradan maaş alır. Ayda 400-500 manat, 600 manat maaş alan işçini biz tapa bilmirik. Şkafda səs olur ki, şkaf səs eləyir. Gör bunu nədəndir, sən buradan maaş alırsan. Xatası yoxdur, yansa cebinizin pulunla alarsınız. Yanacaq da yanacaq da. Bax, belə oldu neçə dəfə Soçki yanıbdı, şkaf yanıbdı, cebimizin pulunla almışıq. Dəfələrlə, yəni nə birinci döy, nə axırıncı döy. Hörmətli izləyicilər, onu da bildirmək istəyirik ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov vətəndaşları qəbul edərkən, vətəndaşlar Şəmkir Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəhbər işçilərinin korrupsioner və qanunsuz əməlləri barədə